Azərbaycan gözəl mədəniyyətə və tarixə malik gözəl ölkə və onun gözəl vətəndaşları və onun nə qədər gözəl və keyfiyyətli olmasını istəsəm də, belə olmayan TikTok evləri. Necəsiz, nə var, nə yox? Axırıncı videonun üstündən çox vaxt keçdi. Bilirəm, ancaq məşqdə və məşqələrim var. İnşallah yayda daha çox video gələcək. İndi keçək videoya. Azərbaycan TikTok evləri qısaca bunlara belə izah edə bilərəm. Xalqın kinli və nifrətindən faydalanan, on minlərcə izləmə və takipçi çatıb pulların üstünə pul qoyan şəxslər. Bu insanların necə bu qədər izlənirsə deyim, başda dediyim kimi xalqın nifrətindən istifadə edirlər. Bunu tam anlamaq üçün TikTok alqoritmasına baxmaq lazımdır. TikTok alqoritmikası videoya gələn yorum məzmununun yaxşı və ya pis fikirlər olduğunu baxmaz. TikTok alqoritmikası videoya gələn etkiləşimə baxar. Qısaca, biri çox səviyyəsiz bir video seçdi və TikToka yayınladı və sən də bunu görüb bu səviyyəsiz videonun yorumuna söz yazıb dislike atdın. TikTok bunu görüb, bu birilərinin marağını cəzb edib, başqalarının da marağını cəzb edər deyə başqasının da qabağına çıxarır və o da bunu təkrar edir. Və bu belə təkrarlanır və sən bu adamı yox eləməyə çalışarsan daha da böyüdürsən. Bəlkə də o videonu keçsəydi, indi onlar bu işdən əl çəkmiş olardılar. Mən bunlarda da günah görürəm. Günah bizdədir. Biz gedib o videoya Azərbaycan mədəniyyətini korlayırsan ya yazmaq yerinə, o videoya keçib Azərbaycan mədəniyyətini və xalqını tanıdan videolara baxıb bəyənə bilərdik. Ancaq axmaqlığımızı təkrar etdik və əlimizdə bunlar qaldı. Sağ olun, salamat qalın.